Koderadan 7.2 mətn redaktorunda cədvəllər. Birinci sual. Mətn redaktorunda necə bir cədvəl əlavə olunacaq? Burada 15 kolumn, sütun, rows, 5 dənə də sətr verilir. Cavab D variantı 15 sütun, 5 sətr. Birinci sual D variantı. İkinci sual. Aşağıdakılardan şəkil hansı tabındadır? Burada şəkil əlavə etmək var. Şəkil əlavə etməkləri bu illustration müəndi insertdəndir. Cavab 2-də C variantı. Qrafiklər əlavə etmək var. Mətn sənədində nəyə əlavə etmək olmaz? Audio, səsi əlavə etmək. 3-ə C variantı. 4-də. Word proqramında sənəd riyazi düsturlar əlavə etmək üçün equation. 4-də D variantı. 5-ci və 6-cı sual bu şəkillə bağlıdır. 5-ci sualda sənədə aşağıdakı obyekti yerləşdirmək üçün hansı düymədən istifadə etmək olar? 5-ci sual textbooks. Buradan istifadə edirik. Cavab A variantı. 6-cı sual sənədə aşağıdakı obyekti yerləşdirmək üçün hansı düymədən istifadə etməlidir? Word Art 6-da C variantı bu formada. 7-ci sual hansı doğrudur? Sənədə hazır fiqurlar dediyimiz 7-yə A variantı, yəni burada da bu kimi fiqurlar yerləşdirmək olur. 2-də də verilmişdir. Yəni əlavə etmək üçün 7-yə A variantı. 8-ə Word proqramında cədvəli 2-yə bölmək üçün nə seçilməlidir? Burada cədvəli 2 hissəyə bölür. Yəni 2 cədvələ bölür. 5, 8 E variantı. 9. Hansı doğrudur? A. Sənədə deklarativ yazı əlavə etmək üçündür. Bəli, 9 A variantıdır. 10 sual Word yaradılması. Word-də yaradılma cədvəllərdən kursorun yerləşdiyi sətirdə bir sətrin aşağı sətri yerləşdirmək üçün nə etməlidir? Cavab burada 2. Onda B variantı. 11-ci sual xanalar birləşdirilməsi. 3-cü və burada xanaları birləşdirib. 3. 11-də C variantı. 12-ci sual MS Word proqramında aşağıdakı məlumatlar seçilərək əməliyyat nəticəsində yaranan cədvəli təyin edin. Burada baxırıq ki, cədvəldə ID hissəsi, ət, soyad, maaş və tarix hissəsi götürülüb. Bununla nümunə ilə digərlərini də tapırıq. Burada baxırıq ki, ikinci hissə 1001, Ulduz, Vəli, Ulduz, Kərimli, sonra 2 ulduz, yəni boşluq işarəsi, sonra 300. Burada birinciyə görə hamısı düz, birinci bu formada olmalıdır. Sonra A variantında olduğu kimi, yəni birinci sətr, ikinci sətr götürək də bunun birinci başlıq sətri kimi götürək. İkinci sətr düz olmalıdır. Üçüncü sətrdə 102, boşluq, Həsən, Ulduz, 200, yəni 200 də burada olmalıdır. Sonra boşluq olmalıdır. Buna A ona görə olmur. Yəni buradakı formu ilə olmalıdır boşluq. Burada isə bunun olmama səbəbi ulduz var. Burada boşluqla başlamalıdır. Sonra gəlir buna. Bura boşluq olmalıydı dedik. 102 boşluq. Ona görə C-də olmur. Sonra D variantı ilə uyğun cavab D variantıdır. Bunun olmama səbəbi burada yox, elə bunun kimi yazılmalıdır. Burada səhv yazılıb, burada qeyd olunub. Cavab D variantı. 13-cü sualı bizdə deyir, MS Word proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilmişdir. Cədvəlin fraqmentində Mehdiyev xanası seçilmiş və ardınca layout, delete, layoutdan delete
case əmri icra edilmişdir. Nəticədə aşağıdakı kimi pəncərə açılmışdır bu formada. Sonra da bu pəncərədə shift case left əmri seçilərək OK əmri icra edilmişdir. Cədvəl hansı formada əks olunacaq? Bunun üçün nümunəmiz var. Bunu ayıraq bütün hamısı. Burada düzəni seçsək, sili seçdikdə delete sheet kanalları sil. Birincini vursaq, burada Mehdiyevi seçib, bunu seçib, kanalları sola sürüşdür. Bura bu hissə silinir və ITSC Special bura gəlir. Cavab burada baxırıq. Bu hissə C variantı. Onun üçüncü sualda C variantı. Əvvəlki vəziyyətinə qaytaraq. 14-cü sualda Word proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilmişdir. Yəni bu cədvəlin üzərində 14-cü sualda Word proqramında aşağıdakı kimi cədvəl fraqmenti verilmişdir. Yenə bu cədvəlin üzərində həmin işi görəcəyik biz. Burada da deyir Shift Case Up bəndini seçin deyir. Biz burada bu cədvəldə düzəni seçirik. Buradan yenə Mehdiyevi seçib delete vurub kanalları yuxarı sürüşdür. Burada bu formada cavab. Burada da D ilə E uyğundur. İkisi eyni cavab da E variantı. Yəni hər ikisi D ilə eyni cavabdır. Yəni düzgün cavabdır. 15-ci sual. Yenə əvvəlki vəziyyətinə qaytaraq. 15-ci sualda bizə deyir Word proqramında aşağıdakı formatda cədvəl verilib. Yenə həmin cədvəl burada aşağıdakı əməliyyatlar icra edilməlidir. 102 sətri seçilib delete əmri vurulmalıdır. 102-ni buradan seçib delete vursaq, yəni silib, içərisini silir, cədvəlin içərisində mülki məlumatları, yəni sətrin məlumatlarını silir. Sonra bizə deyir kursoru birinci sətrin sağ kənarına yerləşdirilir və Enter klavişi birinci sağ kənarına yerləşdirilir. Enter vurduq. Boşluq yeni bir sətr əlavə olundu. Sonra bizdə deyilir 103-cü sətri backspace əmri icra edildi. 103-ə backspace əmri icra edildikdə bir dəfə də ümumi silinir. Yəni seçilir və backspace əmri silindi 103-cü sətr. Kursor 14-cü xanasına 114 xanasına yerləşdirilir. 5 dəfə tab düyməsi klik edilmişdir. 2, 3, 4, 5. Yəni bu formada yeni bir sətr də alınır. Tab icra eləyəndən sonra onda ümumi olaraq baxsaq, birinci sətr boşluq, sonra 101, sonra boşluq, 104 və boşluq. Burada uyğun gələn cavab A variantı 15-də A variantıdır. 16-cı sual. Uyğunluğu müəyyən edin. 1-də
1-ə aiddir mətnə riyazi düsturların əlavə olunması, 1-ə E. 2-yə aiddir. Buradan proqram daxilində şablon şəkillərin əlavə olunması, 2-yə B. 3-ə də D variantı hərəkət və ağıllı fiqurların əlavə olunmasıdır. 3-ə də D variantı. Cavab olur A variantı. 17-ci sual MS Word proqramında aşağıdakı formada cədvəl verilmişdir. Yenə bu cədvəldən istifadə edərək burada 101 və 102 sətri seçilmiş insert above əmri icra edirik. Yəni yuxarı 101 və 102-ni seçib bax görək nə idi? Yuxarını vuranda 2 dənə yuxarı boşluq. Cavab burada B variantı. 17 B variantı. 18-ci sual. 18-ci sualda cədvəl verilib. Verilmiş cədvəl üzərində bir sıra əməliyyatlardan sonra necə bir cədvəl forması olur 18-ci sualda? 18-ci sualda baxaq, birinci bir nömrəli sətrin sonuncu xanasını seçib vəli sözünü yazmaq. Bir nömrəli xanaya vəli sözü yazılır. Sonra 3 nömrəli sətrin ilk xanasını seçib Ctrl+C eləmək. Bunu fərdi kopyalayırıq. Sonra 2 nömrəli sətri seçib delete düyməsi sıxmaq. Deletedə bunlar silinir. Ümumi yazılar. Sonra kursor 3 nömrəli xananı sətrin sonuncu xanasına gətiririk. Yəni bura gətiririk və Ctrl+V eləyirik. Burada Ctrl+V eləyəndə fərit yazılır təzədən və ikinci xana da ümumi silinir. Yəni bu 2 də silinir. Boş olduğundan cavab A variantı. Fərit 2 dəfə yazılır. 19-cu sualda 3 sətr və 6 sütundan ibarət cədvəl verilmişdir. Birinci sətrin bütün xanalarını seçildikdən sonra merge SKS əmri birləşdir icra olunmuşdur. Sonra ikinci sətirdəki bütün xanalar seçilmiş və aşağıdakı əmr icra olunmuş. Cədvəlin neçə xanası olacaq? Biz burada baxaq. Burada əlavə etdən, yəni insertdən 3 sətr 6 xana daxil edirik. Burada birinci sətri seçib buradan birləşdirib vursaq, xanalar birləşdi, bir dənə oldu xana. Sonra bunu vurub təzədən düzəndən xanaları böl. 3-ün 4-ə böl və birləşdir olur. Bölməzdən əvvəl birləşdirir də vururuq. Burada ümumi baxsaq 1 dənə o, 12 dənə bu. 3 olur. 12, 6 da bu. 19 dənədir. Burada cavab 19 yoxdur, amma cavab 19-dur. 20-ci sualda cədvəl icra olunmağa uyğunluğunu göstərir. 1-də 2 dənə xananı birləşdirir. Yəni sütun tərəfdən ümumi birləşdirmə merge case olur. Birləşdirmə gedir. 1-ə B, ikinciyə split case olur. Xanalar bölünür. A. Üçüncüyə C olur, silinib. Ana buradan split table'da cədvəllər bölünür. Buradan. Yəni burada görsək, burada cədvəl bölünməsidir
burada silinməyə aiddir. Delete row silinməyə aiddir. CD. Cavab burada 20 B variantı. 21-də yenə 3 sətr. İndi 3 sətr 5 sütun. Burada əvvələ qayıtsaq. 3 sətr 5 sütun etsək. Burada birinci sətrin bütün xanaları seçildikdən sonra MGQ səmrizə olunmuşdur. Burada icra edəndə onları birləşdirir. Sonra 3-cü sətirdə ixtiyari bir xana seçilmiş və aşağıdakı əmr 3-cü sətirdən ixtiyari bir xananı seçib ixtiyari xanaları bölüb vururuq, amma bunu birləşdirib vurmuruq. Bura qeyd edirik 4 ilə 2. Burada bu formada 4 ilə 2, 4 dənə sütun, 2 dənə xana olur. Ümumi cəminə baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 18 dənə. 8 də bu, 18 dənə xana olmuş olur. 21-də B.